بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من 1000 شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر صدق الله العلي العظيم. Allah bendeleri evvel özümü, sonra siz əzizləri ilahi təqvaya, ilahi nizam intizama, Allah bəyənən şəkildə düşünüb, Allah bəyənən şəkildə əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin. Ramazan-ül mübarək ayının ilk cüməsi bütün İslam ümmətinə və onların timsalında siz əzizlərə mübarək olsun. Allah təbarək və Teala bu Ramazanımızı zuhur Ramazanı qərar versin. Tuttuğumuz orucları, qıldığımız namazları, etdiyimiz duaları, oxuduğumuz Quranları Allah təbarək və Teala öz dərgahında ali dərəcədə qəbul eləsin. Allah səlamət Ramazan ayın həm ruhən, həm cismən başa vurmağa öz nəzərinin üstümüzdən əski eləməsin. Mütəal Allah Quran-ı Kərimdə bu ayəni hamınız bilirsiniz, əzbərizdir, çox eşidibsiz, çox oxuyubsiz. Bəqərə surəsi 183-cü ayədə buyurur: Ya eyyuhəllezine amenu kutiba aleykumus-siyam kama kutiba alellezine min qablikum leallekum tettaqun. Ay Allaha iman gətirən şəxslər, oruç tutmaq sizə vacib oldu, necə ki sizdən qabaqçılara vacib olmuşdu. Niyə görə ilahi? Bəlkə də oruc vasitəsilə təqvalı olasınız. İnşallah Allah ömür versə gələn cümə təqvanın barəsində geniş bir eşitmədiyimiz tərzdə bir mövzu inşallah hazırlayarıq. Allah tövfiq versin, onu həmin cümədə, gələn cümə inşallah izah edərik. Amma keçən dəfə dedim, Ramazan ayının özünün xüsusi bir Allah yanında dəyəri və dərəcəsi var. O dərəcəsi, onun fəziləti, fəddaltəhu aləş-şuhur, fəziləti çox olduğuna görə Allah Teala əzəmətli ibadət olan orucu da bu ayda vacib edib. Allahın vacib etdiyi oruca nisbət bugün insanlar 3 dəstəyə bölünüb daha doğrusu. Birinci dəstə Ramazan ayının gəlişindən və oruç tutmaqdan şad olanlar, Allah bizi bunlardan qərar versin. Şövqən, iştiyaqla, həvəslə gözləyirlər. Şükür sənə ilahi Ramazan ayı gəldi. Şükür ki bizə oruç tutmaq nəsib oldu. Birinci orucluğun gəlməsinə sevinən insanlar, şadlananlar. İkinci dəstə çox təəssüf, narahat olan insanlar. Nə vaxt qutaracaq bu rahat, məsələn, yiyəcək, içəcək, adam məclislərdə görsən narahat olur, oruc adamın yanında. Nə vaxt bu qutaracaq? Orucluqdan narahat olanlar, bu realdir. Üçüncü, daha xoşa gəlməyəni, orucluğun fərqinə varmayanlar, Ramazanla qeyri-Ramazanın fərqinə varmayanlar. Görək, orucun dəyərini bilmək üçün Allah höccətləri, Allaha ən yaxın olanları və Ramazanı, orucu daha yaxşı dərk edənlər, görək Peyğəmbər və əhli orucluqla və orucla necə rəftar ediblər. Çünki onlar daha gözəl başa düşür. Biz də həmin yoldan istifadə edirik. Bu ayda narahat olan başa düşmür mahiyyətini. Necə ki, məsələn, qoy belə bir xoşa gəlməyən misalda olsa deyəcəm, məsələn, bağa, gözəl Gülüstan bağçıya qara milçəyi bıraq, o bilmir ki, bağın o nə nemət olduğunu. O elə zibilli axtarır ki, oradan öz ruzusunu götürsün, azuqəsini götürsün. Ramazan-ül mübarək ay ilahi bir Gülüstandır. Fərqinə varmayanlar, ya xoşuna gəlməyənlər onu başa düşmür mahiyyətin, ona görə belə rəftar edirlər Ramazan-ı mübarək ayla. Bir şeyə mərifət tapmasan, insan onu başa düşməsə, sevməz və əməl eləməz. Mən dedim, görək Peyğəmbər və Əhl-i Beyti necə rəftar edib. Allah Rəsulü sallallahu aleyhi və səlləm
ayı izləyərdilər. Ay görünən kimi Allah Rəsulu belə dua eləyərdi. Deyərdi, Allahumma əhilləhu aleyna bil əmni vəl iman vəl salaməti vəl islam vəl afiyyətil mücəllələ vəl rizqil vasi və dəf'il əsqam və tilavətil Qur'an vəl avnu aləs salatı və siyam. Sadaqa Rasulullah sallallahu aleyhi və səlləm. İlahi, bu ayı bizə əminamanlıq ayı qərar ver. Əminamanlıqla gətir bu ayı. O gün dedim, əminamanlıq olmasa, iman da saxlamaq olmaz, ibadət də eləmək olmaz. Əminamanlıqla gətir. Və sağlamlıq bəxş elə bu ayda bizə. İki şeyin qədri bilinməz. Biri sağlamlıq, biri də cavanlıq. Çox gec bilinər, onda da xeyri olmaz. Cavanlığın qədri nə vaxt bilinər? Qocalanda. Sağlamlığın qədri nə vaxt bilinər? Xəstələnəndə. Allahım bizə əminamanlıq və iman, sağlamlıq, təslim, gözəl afiyyət və xəstəliklərdən uzaqlıq, geniş ruzi, namaz, oruc, gecələri ibadətlə keçirmək və Quran tilavəti eləməklə bu ayı bizə yenilə. İlahi, bizi Ramazan ayı üçün sağlam saxla, onu da bizdən sağlam qəbul elə və bizi əff etmək, bağışlamaq və bizi rəhmətinə şamil etmək üçün gələn Ramazan ayına qədər diri saxla. Allah Rəsulu belə dua eləyərdi. Bizim də haqqımızda Allah bu duanı qəbul eləsin inşallah. Yenə bir daha üstündə dayanaraq deyirəm, imandan da qabaq əminamanlıqdır. Bəli, İmam Səccad əleyhissalam, bu Peyğəmbərimizin duası, İmam Səccad əleyhissalam barəsində buyururlar, İdə kânə şəhru Ramazan, ləm yətəkəlləm illə dua, vəl-istiğfar, vəl-təkbir və qiraətil Qur'an. Ramazan ayı daxil olan kimi İmam Səccad əleyhissalam dünya söhbətini danışmazdı, ancaq danışdığı dua, istiğfar, təkbir, Allahu Ekber və qiraətil Qur'an. Quran oxuyardı. Ancaq Quran oxuyardı. Çünki ən çox insanı günaha salan bədən üzvlərindən dildir. Adam elə görürsən, oturursan bir yerdə, oruc olsun da, elə görürsən, söhbət getdi, çıxdı qeybətə. Ona görə mümkün qədər bu şeylərdən, bax, bu dediyim istiğfarla, təkbirlə, Subhanallahla, onun Quran oxumaqla dili qorumaq lazımdır. Bu ay çox əzəmətli aydır. İbadətlərin inkişaf ayıdır, qardaşlarım. Peyğəmbərimiz buyurur, axı bu xütbəni təhəlləmişik, oxuyubsuz da. Navmukum fihi ibadə. Sənin bu ayda yatmağın ibadətdir. Gündüz oruc olursan, yorulursan, Allah sənin orucuğa xatir, yatmağı ibadət yazır. Ənfasukum fihi təsbih. Nəfəs alırsan, oruca. Allah o boş aldığın nəfəsi Subhanallah yazır. Subhanallah bilirsiniz nədir? Niyə Subhanallah? 4 dənə zikir var Allahın şənində. Subhanallah, velhamdülillah, və la ilahe illallah, və Allahu Ekber. Bu zikir ailəsinin axsaqqalı Subhanallahdır. Onunla başlayır. Biz ayaq üstü olanda Allahu Ekber deyirik, elhamdülillah deyirik. Bəndənin Allaha ən yaxın məqamı səcdədir. Biz Allaha yaxınlaşanda Allahla danışacağımız kəlməmiz nədir? Subhanallah. Yaxınlaşdıq, Allaha deyə biləcəyimiz sözümüz Subhanallahdır. Allah bu boş nəfəsə o qədər dəyər verir, axşamacan neçə yüz dəfə, neçə min dəfə nəfəs alsan, əməl dəftərə Subhanallah gedir. İndi o nəfəsi biraz da dəyərləndirmək. Mən dedim, bu ay rüşd ayıdır, əməllərin inkişaf ayıdır. Adam indi o nəfəs Subhanallah deyir, adam dili ilə də la ilahe illallah deyə, Allahu Ekber deyə, elhamdülillah deyə. Görün, hara gedib çıxır. Qardaşlarım, bu ayda Peyğəmbərimiz buyurur, mən demirəm, bir ayə oxumaq, bütöv Quranı oxumağı Allah dəyərləndirir. Bir ayə mən deyirəm, Yasin, bir ayədir. Onu deyən kimi Quran niyyəti ilə Allah sənin əməl dəftəri bir Quran oxumağın savabını yazır. Nə boyda bərəkət ayıdır, nə boyda əməllər Allah tərəfindən böyük şəkildə qəbul olunur, inkişaf eləmiş şəkildə qəbul olur. Adam da bu fürsəti əldən verər. Bir dənə Yasin deyəsən,
Bir dənə qul huvallahu əhəd ayəsini deyəsən bir Quranın savabı gələ, adam bundan istifadə eləməz. Əli ibn Müğeyrə gəldi İmam Kazım əleyhissalam yanına, 7-ci imamımız yanına. Dedi, ağa, atam Aton İmam Sadiq əleyhissalamdan soruşdu mənim yanımda. Dedi, nə qədər Quran oxuyum? Ağa buyurdu, Quran özü cavab verir Müzzəmmil surəsi 20-ci ayədə. Fəqra'u ma teyəssərə minəl Quran. Quran oxuyun gücüz çatan qədər. Nə qədər gücün çatır? 10 aya, 20 aya, bir cüz. Gündəlik nə qədər gücüz çatır, o qədər Quran oxuyun. Ağa buyurdu, Quran özü buyurduğu kimi nə qədər gücün çatır, o qədər bir ayda. Qayıtdı Əli ibn Müğeyrə dedi, mən isə ayda 30 dənə, 40 dənə Quran xətm eləyirəm. 30 dənə, 40 dənə bir ayda Quran xətm eləyirəm. Qabaqlar o dinimizə çox əhəmiyyət verilən vaxtında cəmaat elə bir adam olmazdı ki, Ramazan ayında ölüsünə bir Quran xətm elətdirməsin. Daha indi müasirləşmişik, ölü də yada düşmür. Çünki əks təbliğatlar var, ölü eşitmir, ölüyə Quranın xeyri yoxdur. Amma bizim keçmişimiz var, dinə ehtiram eləyəndə Ramazan ayında Quranın dəyəri çox olduğu üçün hamı ölüsünə, ölənlərinə bir dənə Quran xətm elətdirərdi. Qayıdır Əli ibn Müğeyrə deyir, mən 30 dənə, 40 dənə Quran xətm eləyirəm. Mən də atam elə eləyərdi, onun yolunu davam eləyirəm. Amma Quran oxuyanda, Quran xətm eləyəndə, hər Quranda, ya İmam Kazım əleyhissalam, Quran oxuyanda Quranın savabını, hər Quranın savabını sənin ata-babaların adına oxuyuram. Ağa buyurdu, əgər belə eləsən, qiyamət günü onlarla məşhur olacaqsan inşallah. İnsan hər əməlin, bir dənə tövsiyə budur, hər etdiyi əməlin Muhammed Ali Muhammedlə şərik qoya. İftar süfrəsi versin evində, 5 nəfər çağırırsan qonaq, denən İmam-ı Zamanın adından verirəm bu ihsanı. Savabı sənə gələcək, imamı şərik elə buna. Birinə bir bazarlıq eləyibsən, Ramazan payı verirsən, denin al bunu İmam-ı Zamanın adından verirəm, Peyğəmbər və Əhl-i Beytinin adından verirəm. Quran oxuyursan, o cür niyyət elə, zikr eləyirsən, o cür niyyət elə, hər nə xeyr əməl niyyət eləyirsən, o cür niyyət elə. Sonra Ramazan ayının, qardaşlarım, keçirəm bir neçə faydalarından ərz edeyim. Ramazan ayının faydalarından biri insanın iradə və əzmin, bədənin və ruhun gücləndirir. Biz Kümeyl duasında oxuyuruq. Vəşdud əla əziməti cəvanihi. Allah mənim üzvlərimə, daxili və xarici üzvlərimə möhkəmlik ver ki, sənə ibadət edə bilim. Oruc insanın möhkəmliyidir. Baxın, bir adam uzun bir saatlar yeməkdən, içməkdən imtina eləyir. Bulağın yanından keçir, süfrənin yanından keçir. O saxlayır, oruc onu saxlayır, möhkəmləndirir, daha doğrusu orucunu saxlayır. Bu adam sabah hansı çətinliyə düşsün, bunu əqidəsindən, dinindən döndərmək olmaz. Oruc insana möhkəm iradəli verir. İkinci, insana nizam öyrədir. Həzrəti Əli əleyhissalam bu ayın şəhidi dünyadan gələndə buyurur, Allah, Allah fi nəzmi əmrikum. Allaha görə işlərinizdə nizamlı olun. Nizamlı, belə bir söz də var, hədis deyir, nizamlı batil, nizamsız haqqa qələbə çalsa, o elə onun nizamındandır. Baxın, nizam-intizam, evdə, işdə, hər yerdə nizam-intizam insana saadət gətirər. Həyatın proqramı insana nizam öyrədir. İndi adi vaxtda baxın hacı, baxın xahiş edirəm. Adi vaxtda yeməyin nə vaxt olur, içməyin nə vaxt olur bilmirsən. Ramazan ayı insana nizam dərsi verir. Saat filanda dur, əgər geciksən artıq o başdan süfrəsində çata bilməyəcəksən. Ramazandadır ki, xoşbəxt oluruq, sübh namazları qəza getmir, düz azan olan kimi namazımızı qılırıq. İftar nə vaxt olacaq? İnsana bir nizam dərsi öyrədir. Bir aylıq ilahi kurs. Üçüncüsü, səbr dərsi öyrədir. Çünki orucun bir adı Quranda səbirdir. Mütəal Allah buyurur, Bəqərə surəsi 140-cı ayədə, İstəinu bis-sabr və-səlah, innəhə ləkəbirətun illə aləl-xaşin. Allahdan səbirlə və namazdan kömək istəyin. O namaz
Və bu oruc ağırdır, yalnız kimə ağır deyil? Xuşu əhlinə, Allahdan qorxanlara ağır deyil. Allahdan qorxmayan adamlar oruc ağır gələr onlara, namaz ağır gələr. Səbrin mənasın orucdur. Bəqərə 140-da. Necə yəni bizə səbir dərsi öyrədir? Bir dənə hadisəni danışım, daha şirin başa düşülsün. Mütəvəkkilin Allah əhl-i beyt düşmənlərinə lənət eləsin. Mütəvəkkil də Əbbasilərin ən o qatıq xəlifəsi olub, İmam Hüseyin Əsəlamın qəbrini 4 dəfə söküb, şumlatdırıb, suyu buraxıb İmam Hüseynin qəbrinə. İmam Hüseyin zəvvarlarının əlin kəsən xəlifə bu olub, mütəvəkkil. Mütəvəkkil oğlu Mötəzdir. Bir gün oğlun vəliəhd elan eləyəcək cəmaata. Dedi ki, müəlliminə dedi, dərs keçir müəllim ona. Dedi, 2 gün dərsi tətil eləyərsən, sabah birisi gün, oğlumu vəliəhd elan eləyəcəm. Özün də gəlib orada iştirak edərsən. Gəldi, indi sabah tətil olmalıdır. Bugün dərsdə mütəvəkkilin oğlu Mötəz qabaqda otururdu. Dedi, dur get dalda otur. Müəllim dedi. Yemək paylananda, yemək o aşpaza dedi, hamıya ver, ona vermə. Mütəvəkkilin oğlu Mötəzə, vəliyyətliyə hazırlaşan. Dərsdən qutarım dedi, buraca çağırdı, 2-3 şillə də vurdu, yola saldı. Sabah bu vəliyyətli olacaq, müəllim bunu belə cəzalandırdı, bu gəldi dədəsinin yanına ağlaya-ağlaya. Dədə sən məni tapşırdın ona, özü də bilir ki, sabah bu ölkənin xəlifəsi mən olacam. Bu mənə bu 3 dənə cəzanı verdi, neyniyim? Dədəsi mütəvəkkil çağırdı, dedi, müəllim bu nə ədəbsizlikdir, bu nə hörmətsizlikdir. Xütbə vaxtı əyləşsin, xahiş edirəm, onları sonra eləyərsin. Çünki bu xütbə hər şeydən önəmlidir, adamın ruhun cilalayır, Allah köməkdə olsun. Bu nə ədəbsizlikdir oğluma vəliyyətə qarşı edirsən? Dedi, şah sağ olsun, xəlifə sağ olmasın, Allah sənə lənət etsin. Sən ki mənə dedin, bu sabah sizin rəhbəriniz olacaq, bu ölkə rəhbər olacaq, ona 3 dənə dərs verdim. Birinci, onu öz oturduğu yerdən çıxartdım, göndərdim kənara. O sabah xəlifə olanda, işdən adam çıxardanda, o işdən çıxan adamın nə istirab çəkdiyim başa düşmək üçün onu elədim. Yerindən oldu, getdi arxaya, o istirab çəkdi. Sabah bir adamı işdən haqsızcasına çıxardanda, o bilsin ki, o nə narahat olacaq ona görə. İkinci, onu yemək paylayanda yemək vermədim, ac saxladım. Sabah bu boyda cəmiyyətə rəhbər olacaq. O aclığın dadını bilsin. Bilsin başqaları yeyəndə, sənə verməyəndə nə olur? Özü sabah qohum əqrabası ilə hakimiyyətdə olanda basıb yeyəndə, qoy ad cəmaatın, yemək tapa bilməyən cəmaatın nə çəkdiyin başa düşsün. Allah Ramazan ayında bizə bunu başa salır. Acıları nə çəkdiyin biləsən. İmam Sadiq ağanın sözüdür. Acılar nə çəkir, toxlar başa düşsün. Əgər başa düşsək, Allah heç Ramazan ayının da, nə bilim, bəzi adamları ayılda bilmir. Başa düşsək əgər və nəhayət şillələdim, göndərdim ki, yersiz yerə hakimiyyətdə olanda, nahaq yerə günahsızı cəzalandıranda, onun nə çəkdiyin başa düşməkdən ötürü. Bizim də məhkəmələrin qarşısında belə bir söz yazılır. Deyir, dövlətin sütunları onda laxlayır ki, həmin ölkədə günahsıza cəza verilir, günahkarlar çöldə gəzir. Belə dövlətin sütunları tez sınır, tez laxlayır. Bunu başa düşməkdən ötürü mən sənin vəliəhdiyə bunu dedim. Quran növbəti faydası orucun, dedim imkanlıların acıları başa düşməsindən ötürdü. Bu cümləni İmam Rıza Aleyhisselam deyəndə mənbərdə götürdü, Məmun bunu yazdı dəftərinə. Dedi, bax bu orucluğun mahiyyəti üçün ən böyük söz budur. Əzizlərim, qoy birdən də rivayət oxuyun, bəsimizdir. Belə bir hədis varımızdır. İnnəllaha yuhibbu thəlasətə əsvatın. Allah 3 dənə səsi sevir. 3 səsdən xoşu gəlir. Savtud dik. Xoruz səsindən Allahın xoşu gəlir. Niyə? Sübh namazına oyadır. Qulu, onu biz quqquluqu deyirik. Qulu la ilahe illallah. Durun deyin la ilahe illallah. Allahın o səsdən xoşu gəlir. Namazı oyadır. Sotu qari el Quran. Quran oxunan səs.
Quran oxuyanın, qarinin Quran oxuyan zaman səsindən Sotullədini yəstəğfiruna bil əshar. Səhər-səhər Allaha istiğfar eləyən səsdən Allahın xoşu gəlir. Ramazan ayının ibadətlərindən, gözəl əməllərindən də biri, adam sübh çağı o başdan duranda təkcə yemək üçün durmuyor. Bir iki rəkətdə namaz qıla, tövbə eləyir, Allah bağışla, gəlmişəm gecənin bu vaxtında. Xoş o adamların halına, o başdan çağı, sübh namazı vaxtı onun evinin işığı yanır. Mən bilmirəm bu səhərin istiğfarında nə təsir var. Allah təbarək və teala möminlərin sifətini Quranda sayanda Ali İmran surəsinin 17-ci ayəsində buyurur: Əl-müstəğfirinə bil-əshar. Möminlər olardılar ki, səhər-səhər istiğfar eləyərlər. Günə istiğfarla başlayarlar. İmsak vaxtı təkcə o başlanlıq yemək deyil, istiğfar üçün həm də. Peyğəmbərimiz buyurur: Fəlâfətun məsumunə min iblis və cünudi. 3 adam iblisin, özünün və iblis qoşununun şərrindən amanda qılar, yadınızda saxlayın. 3 adam. Birincisi, əz-zâkirûnə lillah, daim Allahı zikr eləyən, dilinin Allahu Ekber, la ilahe illallah, subhanallah, elhamdülillah. Bu zikirləri daim eləyən adama şeytan yaxın gələ bilməz inşallah. Əl-bâkûnə min xəşyətillah. Allahın qorxusundan ağlaya bilən, ağlayan insanlara şeytan yaxın gələ bilməz, çünki qəlb həssas olur. Vəl-müstəğfirinə bil-əshar. Səhər-səhərlər, yəni o başdan çağı, gecə namazının əsl vaxtı. O vaxt qalxasan gecə namazına, qunutda 70 dəfə əstəğfirullah Rabbi və tövbə. Ya gecə namazı qılanmadın, elə bir təsbih əstəğfirullah Rabbi və tövbə deyəsən, günahlardan peşman olaraq, bu adama şeytan yaxın gələ bilməz. Tövbənin qəbul olunması üçün günaha don geyindirməmək, günaha etiraf etmək, günahı yada salıb fərəhlənməmək bu ayda bir dənə önəmli nöqtələrdəndir. Ne edək Allah bizi bu ayda demiş ki, bağışlanmaq ayıdır, amma zəhmət çəkməyən yox, adam bir balaca bu rəhmət yağışının altına özün verə zəhmət çəkə. Ne edək bu ayda? Quran-ı Kərimdə Mütəal Allah Hud surəsi 114-cü ayədə buyurur, Quranla deyirəm. Əqimis-salat tərəfəyin nəhar və zülafən minəl-leyl innəl həsənat yudhibnəs-səyyat. Mütəal Allah buyurur, günün 2 başında və gecənin ilk vaxtlarında namazı qılın. Yəni namazı vaxtında qılın, Quran buyurur. Yaxşılıqlar pislikləri aradan aparar. Bu ayda yaxşı əməllərin sayını çoxaldaq ki, günahlarımız tez silinsin. 30 gün müddətində inşallah bu aydan günahsız çıxaq. Həzrəti Salman əleyhir-rəhmə oturmuşdu bir ağacın altında. Payız idi, budaqda yarpaqlar saralmışdı. Tutdu ağacın budağın, belə silkələdi, bir dənə də yarpaq qalmadı, hamısı ələndi yerə, sarı yarpaqlar. Dedilər, Həzrət Salman dedi, bilirsiniz mən bunu niyə belə elədim? Dedilər, niyə? Dedi, bir gün əyləşmişdik Peyğəmbərlə bir ağacın altında payız vaxtı, Allah Rəsulü tutdu, belə budağı silkələdi və bizə dedi, hər kim namazdan ötürü dəstamaza gedə, dəstamazı alan kimi, bu yarpaqlar kimi onun günahları bədənindən və ruhundan tökülər. Niyə Peyğəmbərimiz o İstəinu bis-sabr və-s-salah bayaq oxuduğum ayə Bəqərə surəsi 46-cı ayə 2 yerdə Bəqərə surəsində bu gəlib. Allahdan namazla və orucla kömək istəyin. Günahları yaxşılıqlar yuyur. Günahları yuyan ikinci bir əməl böyük günahlardan qorunmaqdır. Adam kiçik günahlar xətasına düşür. Tək ki, böyük günah eləməyəsən, böyük günahdan qorunanda Allah kiçik günahları inşallah bağışlayar. Yaxşı iş görəndə kiçik səhvlər görünmür. Növbəti bir, başqalarını bağışlamaq. Günahların bağışlanmağını istəyirsən, bu aya İmam Rza ağa buyurur, kin-küdurətlə daxil olma. Qəlbində Allah bəndələrinə kin bəsləmə. Bu ayda dedin Allah, hamısını halal elədim. Mən bağışladım ki, sən də bağışla. İrhəm turhəm, hədisiniz var. Sən rəhmilə, Allah da sənə rəhm eləsin. Əraf surəsi 199-cu ayədə Allah Peyğəmbərə buyurur, bu həyatı yaşa. Xudul af və əmur bil-urf və əridənil cahilin. Ya Peyğəmbər, ömür boyu bağışla. Həyatın bağışlamaqla keçsin. Bağışla və daim yaxşılıqları əmr elə, başa düşməyənlərdən də uzaq qal, cahillərdən də uzaq ol.
növbəti Allah cəmi bu ayda xəstə olanlara şifa versin inşallah. Özlərin xəstəliyə vurub, orucdan ötürü xəstəliyə vuranların da ruhuna şifa versin inşallah. Elə Peyğəmbərimiz buyurur, sumu təsihu, oruç tutun, sağlamlaşın. Oruc özü sağlamlığın, təbabət bu günləri neçə əsrdən sonra bu qənaətə gəlib ki, aclıqla müalicə ən gözəl müalicədir. Allah doğrudan oruç tutmaq arzusunda olub, oruç tuta bilməyən xəstələrə şifa versin. Amma xəstələrə bir dənə müjdə verim, əs-suqmu yəmhuddunubə. Bir adam xəstə olsa, onun həmin xəstəlik günahlarının kəffarəsidir. Günahları bağışlatdırar. İnsan bəzən sağlam vaxtı özün bağışlatdıra bilməz. Allahın lütfu olar ona bir xəstəlik göndərər ki, o özün, Allah ondan bağışlasın. Biz qardaşlarımız, bir gözəl vaxtda oruç tuturuq. Bir şeydə xatırlayaq, söhbətimin sonunda bunu deyirəm. Heç bunu unutmayaq. Biz rahat dururuq, ailəmizlə, uşağımızla, şad-xürrəm o başdan yeyirik. Sübh namazını Allah nəsib eləsin, məscidə gələ bilək. Allah o səhər-səhər söz eşidib məscidə gələnlərin də evinə abad eləsin. Sübh namazını inşallah burada qılırıq, qoy bunu da bir mesaj olaraq deyim. Məscidə gəlirik, rahat istədiyimiz vaxt gedib yatırıq evimizdə, axşam da iftar süfrəsi eləyirik. Adam iftarda və o başdan da yadına sala zaman imamı. Ağam mən, ya sahibəz zaman, bi əyyərdin təsum. Sən harada oruç tutursan, ağa, bi əyyərdin təftur. Sən harada iftar eləyirsən, ağa, Allah sənin zuhuru təcil eləsin. Sənin qeybdə olmağınla son Ramazan bizə qərar versin ki, da Allah bu Ramazanda, ya gələn Ramazanda sənlə bir yerdə oruç tutmağı, sənlə bir yerdə iftar eləməyi Allah bizlərə nəsib eləsin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevtar fasalli li rabbika vanhar. İnne şaniyeke huvel abtar. Sadakallahul aliyyul azim.